İbrahim əleyhissalamı o da atanda, bəli. Cəbrail əleyhissalam gəlir, deyir ki, mən sənə necə xidmət edim. Nə eləyə bilərəm, nə edeyim O sən? da deyir, mənə heç nə, səndən heç nə istəmirəm. Yəni, bunların hamısının, bu proseslərin hamısının Allahın elmi olması və yaxud sadə dildə desə, Allahın gözü qabağında bunların baş verməsi mənə bəsdir. Biz elə İbrahim, bu qissələr də, bu elmdə ki, biz danışırıq burada, bu insanların əslində bir əla bi zikrillahi tətməinnül qulub, həmin ayəni tətbiq edirik ki, yəni Allahı tanıdıqca qəlblər doğrudan aramlaşır. İndi İbrahim əleyhissalamın bu hadisəsi də mənim özümə də yaxşı təsir eləyib. Ona görə insanlar da eşitsələr, eşidəndən sonra onlara da yaxşı təsir eləyəcək. Məsələn, bizim hamımızın həyatında problemlər olur da, sıxıntılar olur. Mən o İbrahim əleyhissalamın qissəsini yadıma düşdü bir dəfə, narahat idim, o yadıma düşdü. O yadıma düşdü, birdən dayandım belə, həm də bu qədər dərs oxumuşuq. Məsələn, birdən yadıma düşdü, axı Allahın xəbəri var. Ola bilməz, zərrə də şübhəm yoxdur ki, la yəxuzuhu sinatun və lə nom. Heç onu mürgü də tutmaz. Mürgü orada deyir, anlıq qəflət edirlər. Yatmaq, biraz uzun müddətli qəflətdir. Bir anlıq çox da. Bir anlıq ki, mürgü, həmin o mürgü də tutmur Allahı. Yəni, an sizdən xəbəri var. Bunu bildim, yadıma düşdü. Xanə Rəbbuka nəsiyyə, bu məzmunda ayət var. Unudan da deyil. Unudan da deyil. Səni nə unudub, nə səndən qəflətdədir, nə hər şeyi bilir. Və görür. Və İbrahim əleyhissalamın da o sözü demək, o elə bil o sözü mənə görə deyir. Hamı belədir də. O çətinliyə düşən adam qulaq asır o alimləri, məsələn sizin kimi ustadlara qulaq asır, fikirləşir, deyəsən mənim üçün danışır bunu. Elə anda, elə vaxtda bəzən çıxır qarşısına ki, bu da Allahdandır ki, elə o söz ona lazımdır. Mən də fikirləşdim o anda ki, axı Allahın gözü qabağındadır bu mənim çətinliyim. O onu bilir. Əgər doğrudan mənə, o da bir də ki, indi mərhəməti, rəhməti filan bunları, yəni onun zalim olmamağı ki, ustad qeyd elədi. Bunların hamısı Allahda olduğu halda, əgər məndən xəbəri varsa, deməli, əgər bu məni məhv eləyəcəksə, onu aradan aparmalıdır. Deməli, məhv üçün deyil bu.